İlk olaraq Allah Təbaraka və Teala'ya həmd edirəm ki, Allah Subhanahu və Teala bizə bu cür əmin, amanlıq neymətini verib. Rahat Allahın dinini təbliğ etmək olur. Vallahi, həqiqətən böyük neymətdir. Bu neymətə şükür etmək lazımdır ki, Allah Təbaraka və Teala bu neyməti artırsın, azaltmasın. Çünki buyurur Allah Təbaraka və Teala وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَاِنْ شَكَرْتُمْ لَزِيدَنَّكُمْ O vaxt Rəbbiniz buyurdu ki, əgər şükür etsəniz, sizə olan neymətimi artıracam. Yəni, əksi, əgər şükür etməsəniz, neymət gedəcək. Və bu əmin amanlıq ən böyük neymətlərdən sayılır, qardaşlar. Yığılışıb, Allahın dinini öyrənib, təbliğ etmək. Vallahi, kim başqa ölkələrdə olub, özü müşahidə olub, özü müşahidə edib ki, nə qədər ölkələr var, müsəlman ölkələri Allahın dinini təbliğ etməyə imkanları yoxdur. Qorxu içindədirlər, əmin deyirlər ölkədə. Ölkədə əmin amanlıq yoxdur. Bizdə, əlhamdülillah, lakin çox təəssüflər olsun, bəzi səfeh insanlar hələ də bunu başa düşə bilmirlər ki, bu böyük neymətdir. Hələ də başa düşə bilmirlər. Və sonra bir məsələni qeyd edeyim. Bu dərslər ki olur, qardaşlar verirlər. Bunlar, yəni burada eşidilən şeylər əməl etmək lazım, qardaşlar. Elə belə gəlib, dərsə qulaq asıb, getmək lazım deyil. Bizim dinimiz əməl dinidir. Əməl etməyəcəksənsə, nəyə gəlirsən bura? Dərslərdə iştirak edirsən, qulaq asırsan, qardaşlar gəlir, dərslər verir. Vallahi, bizim dinimizin, İslam dininin başqa dinlərdən fərqi nədir? Bizim din əməl dinidir. Nə eşidirik, əməl edirik. Sən də əməl etməsən, əməl etmirsənsə, nə oldu? Heç nə, yüklənirsən. Qiyamət günü yüklə gedəcəksən Allahın huzuruna. Bilib əməl etmədin. Ona görə sahabələr narahat olurdular bundan. Çox qorxulu bir şeydir, qardaşlar. Ona görə də qeyd edirəm. Hətta Əbu Darda radiyallahu anhu böyük və əzəmətli sahabələrdən idi. Deyir ki, qorxuram qiyamət günü Allah Təbaraka və Teala mənə desin ki, Ya Əbu Darda, ey Əbu Darda, niyə bildikləri və əməl etmədin? Təhlükədir. Ona görə diqqət etmək lazımdır. Əməl etmək lazım, qardaşlar. Nə eşidirsiniz, əməl etmək lazımdır. Allah Teala neçə ayələrdə deyir, Quranda İnnəl-ləzīnə əmənu və amilu's-salihati innə lə nudiy' əcra mən əhsənə əmələ. O kəslər ki, iman gətirib və sonra nə deyir? Və amilu's-salihat, salih əməllər edir. Belə ayə nə qədərdir Quran-ı Kərimdə? İman gətirib, əməl edib. Əməl qeyd olunur. Yəni, lazım olmasaydı, qeyd olmazdı. Allah Teala deməzdi ki, əməl edin. Gəlin, dərslərdir, eşidin, qulaq asın, gedin. İman gətirin, bəsdir. Əməl mühümdür. Başqa ayda buyurur, Mən amilə salihən min zəkərin əv unsə və huvə mümin. Fikir verir, mən amilə salihən, salih əməl etsə, kişi və ya qadın, mömin olduğu halda, salih əməl. Mühümdür. Elə belə deyil. Yəni, dinimiz əməl dinidir, qardaşlar. Əməl etmək, yaddan çıxartmayın. İlk növbədə özümə və sonra hər birinizə nəsiyyət edirəm ki, əməl etməyi yaddan çıxartmayaq. Nə qədər moizələr, dərslər, hər cür mövzuda var, əməl yoxdur. Hətta vallahi, bəzən özüm müşahidə etmişəm, dərs vermişəm, dərsdə qeyd olunub ki, filan əməli etmə nəhy olunub. Filan əməli etmə nəhy edib. Peyğəmbər sallallahu aleyhi və alə alihi və səlləm dərs qurtaran kimi həmin əməl edilir. Qardaşlarda, həmin əməl üstündən 5 dəqiqə keçməyib. Ona görə təhlükədir. Mən yəni, bunun qorxusundan xatırladıram ilk növbədə özümə ki, nə eşidirsən əməl elə, qardaş. Əgər əməl edə bilməyəcəksənsə, gücün çatmırsa, gəlmə. Nəyə görə gəlmə? Yüklənəcəksən qiyamət günü. Təhlükədir. Yəni, bir növ gəlmə, yəni özünü tərbiyələndir.
qorxu da özüvü. Demirəm dərslərə gəlmə. Yəni o mənada ki, qorxu da özüvü ki, nəfsi tərbiyələndir, eşidib əməl etməyəcəksən. Dərslərdə qeyd edirsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən kənə yu'minu billahi vəl yevmil əxir fəlyəqul xeyran əv liyasmud. Sizdən kim Allaha və axirətə inanırsa, xeyir danışsın ya sussun. Dərsdən sonra lağlağa. Hədisə əməl yoxdur. Demirəm, hansısa alimin nəsihətini, vəsiyyətini əməl elə. Peyğəmbər sallallahu aleyhi ve sellemin sözüdür, hədis. Bunu əməl elə heç olmasa. Demirəm, hansısa get, hansısa müştəhidin, hansısa Şeyxülislamın, böyük alimlərin, tabinlərin, hələn bunlardan danışmıram. Peyğəmbər sallallahu aleyhi ve sellemin sözü əməl eləmək lazım, qardaşlar. Nəyi nəhy edib eləmək olmaz. Nə ki, haram edib eləmək olmaz. Qulaq ardına vermək lazım deyil. Yəni, eşitdin, getdi, yox. Mühümdür və ona görə ilk növbədə özümə nəsiyyət edirəm və sonra hər birinizə ki, dərslərdə nə eşitdiniz, əməl edin. Mütləq, qardaşlar. Sonra peşman olacaqsınız. İxlasla.com saytı tərəfindən təqdim olundu.